həyatı. Şah İsmayıl Xətərinin həyatı. Şah İsmayıl Xətəri 1487-ci il iyunun 17-sində Ərdəbil şəhərində anadan olmuşdur. Atası Şeyx Heydər, anası isə Əlmaşan bəyim idi. Ələmşah bəyim idi. O hələ 1 yaşında olarkən atasını itirmişdir. Şeyx Heydər döyüş zamanı həlak olmuşdu. Bundan sonra İsmayıl və ailəsi üçün çətin günlər yaşamış. Düşmənlərin təqiblərindən qorunmaq üçün gizli yerlərdə yaşamışlar. İsmayıl uşaqlıq illərini əsasən Gilan bölgəsində keçirmişdir. Burada o savad almış, dini elmləri, tarix və ədəbiyyatı öyrənmişdir. Eyni zamanda at sürməyi, qılınc işlətməyi və döyüş sənətini mənimsəmişdir. Kiçik yaşlarda cəsur və ağıllı olması ilə seçilirdi. 1499-cu ildə İsmayıl öz tərəfdarları ilə birlikdə Gilandan çıxaraq hakimiyyət uğrunda mübarizəyə başlamışdır. Onun ətrafına Qızılbaş tayfaları toplaşmışdır. Bu tayfalar ona böyük inan bəsləyirdilər. Gənc yaşına baxmayaraq İsmayıl çox bacarıqlı sərkərdə kimi tanınmağa başlamışdı. 1500-cü ildə Şirvan üzərində yerişə getmiş və uğurlu qələbələr qazanmışdır. Daha sonra 1501-ci ildə Şərur yaxınlığında Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin ordusunu məğlub etmişdir. Həmin il Təbrizə daxil olmuş və özünü şah elan etmişdir. Bununla da Səfəvi dövləti yaradılmışdır. Bu hadisə Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri hesab edilir. Şah İsmayıl dövlətini gücləndirmək üçün böyük işlər görmüşdür. O, Azərbaycan, İran, İraq və Qafqazın bir çox ərazilərini öz hakimiyyəti altında birləşdirmişdir. Qısa müddətdə Səfəvi dövləti regionun ən qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Şah İsmayıl yalnız hökmdar və sərkərdə deyildi. O eyni zamanda Xətai təxəllüsü ilə yazan görkəmli bir şairdir. Onun şiirləri Azərbaycandan türkçəsində yazılırdı. Bu şeirlərdə vətən sevgisi, ədalət və insanlıq idealları tərənnüm olunurdu. Xətainin əsərləri Azərbaycan ədəbiyyatının qiymətli incilərindən sayılır. Onun hakimiyyəti dövründə elm, mədəniyyət və incəsənət inkişaf etmişdir. Təbriz şəhəri böyük elm və mədəniyyət
mədəniyyət mərkəzinə çevrilmişdi. Şairlər, alimlər və sənətkarlar burada fəaliyyət göstərirlər. Şah İsmayıl Azərbaycan dilində xüsusi önəm verirdi. Xüsusi önəm verirdi. Və onun inkişafına kömək edirdi. 1514-cü ildə Şah İsmayıl və Osmanlı Sultanı 1514-cü il oradan başla. 1514-cü ildə Şah İsmayıl ilə Osmanlı Sultanı 1-ci Səlim arasında məşhur Çaldıran döyüşü baş verdi. Bu döyüşdə Osmanlı ordusu toplardan və odlu silahlardan istifadə etdiyi üçün Səfəvi ordusu məğlub oldu. Lakin bu məğlubiyyətə baxmayaraq Şah İsmayıl dövlətini qoruyub saxlaya bildi və hakimiyyətini davam etdirdi. Çaldıran döyüşdən sonra Şah İsmayıl daha çox dövlət işləri məşğul olmuşdur. O ölkədə sabitliyi qorumağa çalışmış, şəhərlərin inkişafına diqqət yetirmiş və ticarətin genişlənməsinə şərait yaratmışdır. Onun dövründə Səfəvi dövləti iqtisadi və siyasi baxımdan güclü dövlət olaraq qalırdı. Şah İsmayılın ailəsi və övladları da olmuşdu. Onun oğlu 1-ci Təhmasib sonra taxta çıxaraq atasının yaratdığı dövləti idarə etmişdi. 1524-cü ilin mayın 23-də Şah İsmayıl vəfat etmişdir. O Ərdabil şəhərində dəfn olunmuşdur. Cəmi 36 il yaşamasına baxmayaraq böyük işlər görmüş və güclü dövlət yaratmış. Azərbaycan tarixində silinməz iz qoymuşdur. Bu gün Şah İsmayıl Xətai Azərbaycan xalqının ən böyük tarixi şəxsiyyətlərindən biri hesab olunur. O həm dövlət qurucusu, həm igid sərkərdə, həm də böyük şagird kimi xalqın yaddaşında yaşayır. Onun adı Azərbaycan tarixinin qızıl səhifələrində həmişə qalacaqdır.